Burada soruşu, belə hədis var ki, çox gülmək Allahın qəzəbinə gətirir. Belə başa düşmək olar ki, çox gülmək günahdır. Bax qardaşım, çox gülmək Allahın qəzəbinə gətirir, belə hədis yoxdur. Gülmək barəsində hədis var. Hədislərin birində Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, "Lə tuksiru əd-dahikə." Gülməyi çoxaltmayın. Çox gülməyin. Düzdür? "Fə-innə kəsrətəd-dahiki tumitul qalb." Çox gülmək qəlbi öldürür. Bu hədisdir. Lakin bu hədisin isnadında müəyyən deyimlər var. Səhih yoxsa zəif. Hər bir halda Şeyx Albani bu hədisə səhih deyib, həsən deyib, yəni səhih dərəcəsindədir. Əməl edilir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyib. Bu hədis var, amma çox gülmək Allahın qəzəbinə gətirib belə hədis yoxdur. Ümumiyyətlə, əziz qardaşlar, gülməyin əsli nədir? Şəriətin neçə əhkamı var? 5. Vacib, haram, məkruh, müstəhəb, mübah. 5-dən kənara çıxmır ki. İstənilən söz, istənilən əməl bu 5-dən kənara çıxmır. Gülməyin əsli bu 5-dən hansıdır? Müstəhəbdir. Mübah. Mübahdır. Gülməyin əsli mübahdır. Lakin həddindən artıq aşırı olarsa hara qalxır? Kim deyər? Məkruhluğa. Bəyənilmir. Qəhqəhə ilə gülmək, sən deyə bilmərsən günahdır. Haramdır yəni. Məkruhdur, bəyənilmir. Ona görə İmam İbn Qeym rahimehullah deyir ki, heç gülməmək mütləq şəkildə, yəni sən gülən deyilsən, adam gülmür, təkəbbürlüydür deyir. Təkəbbürlüyün, ucbun, özündən razılığın əlamətidir. Düz deyir yoxsa yox? Vallahi düz deyir əxi. O insanlar ki gülmür var, o insan təkəbbürdür yəni. Sıxışdırmır özünə. Və deyir, pis əxlaqa daxildir. Heç gülməmək pis əxlaqa daxildir. Var nə? Var husnul xuluq, var gözəl əxlaq, hansı ki şəriət bununla gəlib. Var pis əxlaq. Heç gülməmək pis əxlaqa daxildir deyir, subhanallah. Çox gülmək isə